Güllübey Manova Timesas saytına müraciət edərək bildirib ki, uzun illər övladı olmadığı üçün doğma qardaşı Talih İbrahimovun qızını bütün qanuni prosedurlara əməl etməklə övladlığa götürərək böyüdüb. Lakin qız 9-cu sinifdə oxuduğu zaman bioloji valideynləri ona əsl valideyninin Güllübey Manova və onun həyat yoldaşı olmadığını deyiblər. Bütün faciələr də elə bu hadisədən sonra başlayıb. Mənim 13 il övladım olmadığına görə öz qardaşımın uşağını götürdüm, saxladım, böyütdüm, toyun elədim, köçürtdüm. 6 il məndən qoymadılar danışmağa, gedib gəlməyə, danışmağa qoymadılar. 6 ildən sonra qayıtdı, gəldi ki, məni qaynanam qoymurdu, qaynatam qoymurdu, doğma atam qoymurdu, anam qoymurdu sizinlə rəftarlığa, danışmağa. Gəldi geri, mən də heç nə deyə bilmədim ona. Qəbul elədim uşağımı. Hardasa bir il yarım gəldi, getdi evimə. Bir il gəlib gedəndən sonra mənim evimdə uğurluq oldu. Mən o uğurluğu heç kimdə yox, heç kim gəlmirdi ki mənim evimə. Deyəm ki, başqa bir qonşu gəlib, bir adam gəlib, yox. Bu gəlib, etibar eləmişəm, uşağımdır. Evi yoxdur da, evimi ərxain olmuşam, evimi buna. Mənim evimdən 8650 manat pul uğurlanıb. Mən də bunu yoldaşını çağırtdırdım. Dedim, gətirdi, dedi, evi yoxdur, 5000 verərəm, sonra qalanında sonra düzəldərəm. Gətirdi, 3500 verdi mənə, getdi. Üstündən bir 15 gün keçdi, dedi, atam bilməsin. Mən də bunun atasına zəng elədim. 15 gündən sonra mənim pulumu vermədiyini görə mən onun atasına dedim. Atası mənə deyəndə, bu qayıtdı dedi ki, sənin başını kəsərəm. Səni öldürərəm. Öz doğma qardaşım oğlu, saxladığım qızımın yoldaşı. Nədir qardaşınızın? Qardaşımın İbrahimov Mirabbas. Oğlunun adı İbrahimov Mirsahil. O məni hədələdi. Sənin başı kəsərəm, boğazı üzərəm. Bu, sən bunu mənim atama dediyinə görə. Sən də bundan sonra pul görərsən, nə heç nə görməzsən. Səni öldürəcəm. Səni öldürəcəm. Müraciət edirəm bütün qurumlara, prezidentimə, xanımına. Müraciət edirəm. Biz kimiz yaşlı adamlarıq. Övladımız yox, bir şeyimiz yox. Evə görə gəlib bizi evdə öldürərlər. Evə varis olmaq üçün. Belə qorxudublar. Qorxudublar məni. Ki, mən öldürəcək sizi, başınızı kəsəcək, ev bizimdir. Siz təhlükəsizliyinizin təminini... Təminini istəyirəm, bəli mən. Təminatını istəyirəm mən. Çünki biz qorxu altında yaşayırıq. Biz çıxırıq, bazarımız var, dükkanımız var, getmək istəyirik, gəlmək istəyirik, hər şeydən qorxuram. Ona görə qorxuram ki, bizim kimimiz var arxada dayanmağa? Heç kimimiz. Külün yaşlı adamlarıq. 65 yaşında adamlarıq biz. Mən ona görə prezidentimə müraciət edirəm, xanımıma müraciət edirəm. Bizə arxa dayansınlar. Yaşımın yanına. O da İbrahimov Talihin yanına. Sakit-sakitcə danışdım ki, belə bir məsələ olub, gəl bunu həll eləyək. O mənə nə dedi? Dedi, bu öz payın götürüb. Heç bir. Orada mənə təhdid döyməklə, başladılar məni döymək üçün ər-arvad ikisi də. Ata yurdumdur, ata evimdir, getmişəm ata evimdir. Orada məni döyməklə hədələdilər. Bunlar məni hədələyəndən sonra təzədən telefon göstərdi mənə ki, burada çox şey, mənim telefondan şantaj elədi. Faktlar var bunun əlində, mən məsələn danışsam bu uğurluqları, bu faktları açacaq, qoyacaq ortaya, mən yoldaşımdan boşanacam. Mən dedim ki, açqınla bu faktları, mən bilim orada nə var. Sən məndən 10 yaş kiçiksən. Mənim nə faktlarım olar? Mənim 13 il uşağım olmayıb, mənim heç bir fakt çıxmayıbsa, hindi fakt çıxıb 62 yaşında. Mən də onun üçün də məndən başladılar əlbəyaxa çıxmağa telefondan sonra. Mən də qayıtdım ki, mənə neyniyərsən? Fərarim var. Var idi bunda o? Bəli, doğrudan da 6 ildir bunun oğlu əskəriyə getmir. Sağlam uşaq əskəriyə getmir. Mən İbrahimə bir alim. Yəni, bu şəxs barədə, bax, indi siz Azərbaycan vətəndaşısınız, bilirsiniz ki, kimsə, yəni bunu siz iddia edirsiniz, mən bilmirəm, kimsə övladını əskərlikdən saxladır. Siz bununla bağlı hər hansısa bir aidiyyatlı quruma müraciət etdinizmi? Bəli, eləmişəm. Yazılı surətdə hamısına məktub göndərmişəm. Hansı qurumlara? Səfərbərliyə göndərmişəm. Vayankomatın beləsi var, rayonun vayankomatına şikayətimi eləmişəm. Mənim işim getdi, çıxdı Lənkərana. O region olduğuna görə getdi, çıxdı Lənkərana. Lənkəran da mənə 2 aydan sonra dedi ki, bu uşaq gedəcək əskəri.
Sağlam bir uşaqdır, gedəcək. Vaxt gəlib çıxanda 2 həftə mənim telefonumu, axırda 2 həftədə mənim telefonumu götürmədi, blok elədi. Axırda da bir mənə kağız göndərib ki, bunun heç bir şeyi yoxsa, sən bunu niyə saxlayırsan əskərlikdən? Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə müraciətiniz olub mu bu barədəki? Çünki bu qədər əlsiz, ayaqsız, gözsüz vətəndaşlarımız var ki, onlar yəni əskərliyə aparılırlar. Yəni onlara Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi onların pensiyalarını kəsir, təqaüdlərini kəsir və yaxud da digər hallarda yataq xəstələri var ki, təqaüd ala bilmirlər. Amma siz iddia edirsiniz ki, sizin qardaşınız oğlunun bütün əzaları üstündədir və özünü də çox gözəl idarə edir. Bəli. Heç bir şey yoxdur, sağlam bir uşaqdır, özü də aeroportda işləyir. Əgər sağlam deyilsə, aparatında necə oturur işləyir o? Yəni əskər getmədən... Əskər getmək olmadan işləyir bu adam. Nətər olur? Gəlib indi yenə bir pul veriblər. Nəyi veriblər bilmirəm. Mən deyə bilmərəm onu. Saxta sənətlə nəyi düzəldiblər. Götürüb sənətin qoyub üstünə də xainlər ölsünlər. Mən yenə də vayenli, saxta vayenli bilet aldım. Yaxşı, sən saxta vayenli biletlə oynayırsansa, sən həqiqəti əskərlikdə olar... O paylaşım varmı sizdə? Yox, paylaşımı mən buradan kiçik gəlinə zəng elədim, belə ki eləyiblər. Onu götürdülər sırası. Bu şeyləri yığışdırdılar. Amma məndə məktub var. Məktubda heç bir şey yazılmıyıb orada. Lənkərandan gələn məktubda. Nə yazılıb burada? Heç bir şey yazılmayıb. Hansı xəstəliyin yazıblar? Heç bir xəstəliyin yazmayıblar. Hansı komissiyadan keçib bu? Heç bir komissiyadan keçmir. Mən elə bilirəm ki, heç komissiyadan keçməyib bu uşaq. Siz övladınızın, yəni bu övladlığa götürdüyünüz qızın adı necə oldu? Səmra. Səmra xanımla imtina ümumiyyətlə etmək fikriniz varmı? Və yaxud da Bəli, mən əvvəl vermişəm, imtina eləmişəm ondan. O övlad mənə lazım deyil. Yəni məhkəməyə müraciət Məhkəməyə bir dəfə müraciət eləmişəm, ləyaqətsiz vərəsə kimi. O təmin edilmədi. Onun bir Abbas İbrahimov qoymadı. Təmin eləmədi. İndi yenə də verməyə hazıram. Mənim evimdən oğurluq edən uşağı, mənə xəyanət edən uşağı mən istəmirəm. İndi evimi satmağa qoyurlar. Bunlar hazırlaşmışlar, mən ona görə də çox bunu deyim. Gəlib məni başqa bir adamlarla gətirib evimi satmağa qoyur. Sən kimsən Mir Sahil, mənim evimi satırsan? Qeydiyyatda varmı? Yox. Qeydiyyatda yoxdur. Yoxdursa qeydiyyatda necə satır mənim evimi? Başa düşdüm. Hə. Nəyə görə satır mənim evimi? Başqa hansısa qurumlara ya kiməsə müraciət eləmək istəyirsiniz? Buyurun. Bütün müraciət edirəm bütün qurumlara, prezidentimə, xanımına müraciət edirəm. Biz kimiz yaşlı adamlarıq. Övladımız yox, bir şeyimiz yox. Evə görə gəlib bizi evdə öldürərlər. Evə varis olmaq üçün. Belə qorxudublar. Qorxudublar məni. Ki, mən öldürəcək sizi, başınızı kəsəcək, ev bizimdir. Siz təhlükəsizliyinizin təminini... Təminini istəyirəm, bəli mən. Təminatını istəyirəm mən. Çünki biz qorxu altında yaşayırıq. Biz çıxırıq, bazarımız var, dükanımız var, getmək istəyirik, gəlmək istəyirik, hər şeydən qorxuram. Ona görə qorxuram ki, bizim kimimiz var arxada dayanmağa? Heç kimimiz. 2 dənə yaşlı adamlarıq. 65 yaşında adamlarıq biz. Mən ona görə prezidentimə müraciət edirəm, xanımıma müraciət edirəm. Bizə arxa dayansınlar.